Bugün amma 4 il bundan əvvəl yaranmış ABA teleşirkəti elə bugün də yayımını dayandırıb. İyulun 16-dan 17-sinə keçən gecə Vergilər Nazirliyi yanında vergi cinayətlərinin əməkdaşları içində ABA televiziya şirkətinə məxsus avadanlığı olan 2 yük maşınını saxlayıblar. Vergilər Nazirliyinin hesabına görə müsadirə edilmiş avadanlığın dəyəri 1,5 milyard manatdan artıqdır. ABA şirkəti külli miqdarda vəsaiti vergidən yayındırmaqda, onun Maliyyə Departamentinin rəhbəri Şamil Səfiyev isə Cinayət Məcəlləsinin 3 maddəsi ilə təqsirləndirilir. ABA prezidenti şirkət əməkdaşlarından üzr istəyərək bildirib ki, son zamanlar ona və ABA-ya edilən təzyiqlərə son qoymaq məqsədi ilə kanalı bağlayır. Elə də oldu. İyulun 17-sindən yayımı dayandırılmış ABA teleşirkətinin Amerika Birləşmiş Ştatlarında sığınacaq tapmış prezidenti Faiq Zülfüqarov bugün telefon vasitəsilə mətbuat konfransı keçirib. Cənab Zülfüqarov kanalın bağlanmasında birbaşa ölkə başçısı Heydər Əliyevi təqsirləndirib. Kanalın müstəqil olması və Əliyevlər ailəsi tərəfindən idarə olunmaması. Demək istəyirəm ki, cinayətkar qrup Azərbaycan dövlətinin başındadır bugün. Azərbaycan dövlətinin başındadır. Çünki bugün Azərbaycanda həqiqətən də özbaşınalıq başalıq edir. Mənim çox gözəl savaş ruhlu əmvar-ruhiyyəm var. Savaş ruhlu. Və mən tam əminliklə deyirəm ki, biz qalib gələcəyik. Bunu sən Azərbaycan iqtidarına deyirəm. Bunu mən Heydər Əliyevə deyirəm. ABA kanalının sabiq prezidenti tezliklə Bakıya qayıdacağını dedi və bunu belə əsaslandırdı ki, Bakıda tez bir zamanda hakimiyyət dəyişikliyi baş verəcək. Çox əminəm ki, tezliklə Bakıya dönəcəm və mənim Bakıya dönüşüm ancaq və ancaq rejimin dəyişməsindən sonra olacaq. Azərbaycanın Daxili İşlər Nazirliyi isə bildirir ki, Cənab Zülfüqarovun barəsində Interpol axtarış elan edəcək. Xatırladaq ki, ABA-da aparılmış maliyyə maxinasiyalarına görə telişirkətin Maliyyə Departamentinin direktoru Şamil Səfiyev və 1,6 milyard manatdan artıq müxtəlif avadanlıqların alınması əməliyyatında mədaxil məxaric sənədlərini saxtalaşdırmış Eston vətəndaşı Aleksandr Kadilin də həbs edilib. Cinayətin bilavasitə iştirakçısı olmuş və iyun ayından ölkəni tərk edərək Amerika Birləşmiş Ştatlarında gizlənmiş teleşirkətin prezidenti Faiq Zülfüqarov isə hələ də axtarışdadır. Respublikanın baş prokuroru Zakir Qaralov Faiq Zülfüqarovun cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcəyini deyir. Cinayət üçün istinadı davam etdirilir və ABA teleşirkətində baş vermiş maliyyə maxinasiyalara görə bütün vəzifəli şəxslər, o cümlədən Faiq Zülfüqarov qanun qarşısında cavab verəcəkdir.